kişi və qadın münasibətlərində müdiriyyət kimə tapşırılıb? Buna cavab vermək üçün bunu araşdırmalıyıq ki, hansı yöndən idarə etmək kimə tapşırılıb? Hansı yöndən? Qalıb hansı yöndən? Dini nöqteyi nəzərdən bu münasibətlərin idarə olunması, qulaq asın, bu münasibətlərin idarə olunması hüquqi, inzibati yöndən kişiyə tapşırılıbsa, mənəvi və atifi yöndən bu münasibətlərdə müdir qadındır. Burada bir mənalı deyə bilmərik ki, kişi bu münasibətləri idarə etməlidir. Bu yanlış düşüncədir. Dini düzgün mütaliə eləsə görərik ki, kişi və qadın münasibətlərinin idarə olunmasının əhəmiyyətli hissəsi qadına tapşırılıb. Daha dəyərli hissəsi, dəyərcə aşağı hissəsi kişiyə. Kişi ailədə inzibati rəhbərdir. Bu münasibətləri inzibati yöndən idarə eləyə bilir. Qadın isə mənəvi və atifi yöndən. Bu münasibətlərin daha önəmli hissəsi qadınlara tapşırılıb. Bu münasibətləri idarə eləməyin. Kişi və qadın münasibətlərində mən fərqli söz deyirəm bugün. Kişi hakim deyil. Kişi hakimdir. Bu münasibətlər iki hissədən ibarət. Dedim deyil, sonra dedim hakimdir. Kişi hakim deyil, sonra dedim kişi hakimdir. Necə? Bu münasibətlər iki hissədən ibarətdir. Bir hissəsinə, önəmli hissəsinə qadın hakimdir. Digər hissəsinə, az önəmli hissəsinə kişi hakimdir. Kişi ailə başçısıdır, bəli. Mütləq ailə başçısı olaraq da qalmalıdır. Bu statusu ki qorumalıdır Azərbaycan cəmiyyətində, müsəlman ölkələrində. Kişi ailə başçısıdır, amma inzibati rəhbərlik kişiyə məxsusdur, hüquqi rəhbərlik kişiyə məxsusdur. Bəs mənəvi rəhbərlik, bu münasibətləri mənəvi yöndən idarə eləmək kimə aiddir? Bu münasibətlərin mənəvi yönünün idarə olunması qadına aiddir. Qadın hakimdir bu münasibətlərin bu hissəsinə. Kişi-qadın münasibətlərinin başlanğıcına baxın, əvvəlinə baxın, necə yaranır, necə formalaşır münasibətlər. Qadın bir şah kimi oturur, kişi gəlir elçiliyə. Bu artıq qadının üstünlüyüdür. Qadına kişi elçi düşür. Kim müraciət edir? Kişi müraciət edir. Bunu sırf din demir, bu bəşəriyyətin ayinidir. Kişi təklif edir, qadın seçim edir, son söz qadındır, qadın qərar verir deməli münasibətə. Kişi sadəcə seçib, son söz kimindir? Qadınındır. İdarə etmədə son sözü kimdir? Müdir. Bu münasibətlərin başlanğıcında qadın bu münasibətlərin müdürüdür. Son sözü deyir, qərarı qadın verir, kişi qərar vermir. Qadın belə olmağını həm özü istəyir, həm də qadının bütün quruluşuna uyğundur, belə yaranıb qadın. Seçimi qadın eləyir elçilər arasında. O gəlir, elçiliyi təklif edir, bu təklif edir, qərarı qadın verir. İstisnalar ola bilər hansısa ayinlərdə, amma bu bəşəriyyətin ayinidir. Sonra ailə qurulub. Ailə qurulandan sonra ailə daxili münasibətlərin, bir bəlkə də üzücüdür sizə, mən üzr istəyirəm. Bu mövzu ola bilər, üzücü olsun, amma da gəlibsə məncə lazımdır danışaq ki, aydınlaşsın məsələ. Biraz o məsələn bəzən xoşlayırıq, biraz haşiyə kimi deyim, məsələn biz gedək eşikdən, göydən, belə şeylərdən danışaq deyə bəhbə. Amma bəzən o önəmli mövzular var ki, həyatımızı idarə edir və bizim Allahla münasibətlərimizi tənzimləyir. Yəni bundan başlayır Allaha gedən yolumuz, onlara diqqət ayırmırıq. Ona görə də biraz mürəkkəb kimi görünsə də əslində mürəkkəb deyil, mən çalışıram çox sadələşdirim məsələləri. Deməli, ailə qurulduqdan sonra ailə daxili münasibətlərində mühüm hissəsini yenə qadın idarə edir. Bütün psixoloqlara siz müraciət eləyin, qadının övladın formalaşdırılmasında rolu kişidən qat-qat güclüdür, qat-qat çoxdur, qat-qat üstündür. Qadının kişiyə təsiri, bunlar hamısı elmi mövzulardır. Qadının kişiyə təsiri kişinin qadına təsirindən qat-qat artıqdır, qat-qat çoxdur. Bunlar hamısı nədən xəbər verir? Qadının qüdrətindən xəbər verir. Kişi qadından davaya qalxsa, əslində biz davanın əleyhinəyik ki, bunları danışırıq, tutaq ki, biz dava üçün demirik, biz birlik üçün danışırıq bu mövzunu. Amma kişi qadınla davaya qalxsa, mütləq qadın qalibdir. Qadın kişiyə qalibdir. Qadının qüdrəti daha çoxdur. Təbiət baxımından kişi güclüdür, fiziki baxımdan güclüdür, səsi qalındır, çox vaxt boyu hündürdür. Amma bunu kompensasiya eləmək üçün Allah qadına bəzi ruhi qüdrətlər verib ki,
bu kişi bu qüdrətindən sui-istifadə eləməsin. Əslində qüdrətin əhəmiyyətli hissəsini qadına verib. Kişinin elə hayküyü var, qışqırığı var. Qadın düzgün idarə eləsə, kişinin zülmündən özünü qoruya bilər və ona hakim ola bilər, onun hərəkətlərinə hakim ola bilər. Kişi ailə başçısıdır, deyir, rəisdir, amma hansı baxımdan? Kişi ailənin, bir daha vurğulayıram, hüquqi rəhbəridir, pul gətirir, qərar verir, daxili, ailə daxili məsələlərdə, ailə ilə bağlı. Bunu da əhəmiyyəti var, bu olmalıdır, amma ruhi və mənəvi idarə etmə ailədə qadına məxsusdur. İnsanın bütün aləmlə münasibətlərini ana formalaşdırır. Ana insanın dünyaya baxdığı pəncərədir, dünyaya gəldikdən sonra. Ananın daxili haləti ilə insan formalaşır, hələ ananın qucağında olan vaxtlarda. Bütün dünyaya baxışını ananın ruhi vəziyyəti formalaşdırır. Bu idarə etmə qabiliyyəti qadında olduğu üçün məsuliyyət də ona verilib. Çünki qadında qüdrət var. Siz elə bir söyləyək, kişi qadından qüdrətlidir. Xeyr, xeyr. Bir sıra məsələlərdə kişi qüdrətlidir, daha önəmli məsələlərdə qadın qüdrətlidir. Qadının bir sıra məsələlərdə gücü kişidən qat-qat çoxdur. Hansı məsələlərdə məsələn? Məsələn, həya məsələsi. Qadınların həyası daha çoxdur. Əl-həyau həsən və ləkin fin-nisai əhsən. Buyurur ki, həya gözəldir, qadınlarda daha gözəldir, daha yaxşıdır. Qadının həyasızlığının cəzası daha çoxdur qiyamətdə, kişinin həyasızlığından. Bir qadın çox özünü xarab eləməlidir, çünki qadında güc çoxdur həyalı olmağa. Qadın həyasızdırsa, onun qiyamətdə cəzası çoxdur. Sənin haqqın yox idi həyasızlıq eləməyə, çünki səndə güc var idi həyanı idarə eləməyə. Kişidən güclüydün bu məsələdə, güclüydün deyə məsuliyyətin də daha çox idi. Üzr istəyirəm sizdən, cinsi istəklərlə bağlı. Cinsi istəklərə qadın kişidən daha çox hakimdir. Bu qüdrət bir mənalı olaraq qadında çoxdur. Bir mənalı olaraq. Qadın kişi kimi biçarə deyil, gözü ona buna baxsın. Qadın özünə kişidən qat-qat daha çox hakimdir. Qadın mətlubdur, ərəbcə desək, talib yox. İstəniləndir, istəyən yox. Qadın oturmalıdır, kişi onu istəməlidir. Qadına səni sevirəm, kişi deməlidir. Bundan əlavə müasir elm sübut edir ki, kişi-qadın münasibətlərində qadın hədəflərə daha çox önəm verir, nəinki kişi. Məqsədə daha çox önəm verir. Qadın daha çox zahirdən, biz əksini düşünürük, bəlkə zahirdən daha çox qadın batinə fikir verir. Kişidən daha çox qadın batinə, daxilə fikir verir. Qadın ailənin qurulmasına kişidən daha rasional yanaşır. Bunu elm sübut edir, seçim məsələsində. Qadın daha davamlı münasibətlərə önəm verir, kişi isə daha çox zahirə diqqət edir. Mənəviyyatdan çox kişi nə qədər danışsın, amma onun baxışında zahiri məsələlər batindən daha önəmlidir. İctimai məsələlərdə kişilərin ağlı daha çox ola bilər. Məsələn, təşkilata rəhbərlik, qazilik məsələsində qadın bu məsələlərdə zəifdir. Çünki qadının ruhu incədir. Və əslində qadının missiyası daha dəyərlidir. Necə qadına dillərə küçə süpürmə, elə dillər ki, gedib hakim olma. Sənə yaraşmır. Artıq sənə yaraşmayan bir yükdür. Sənin işin daha çoxdur, daha önəmlidir, daha mühümdür. Sən gedib hakim olmaq, yəni mən hansısa şeyə rəhbərlik eləmək, gedirsən, olsan ol. Amma bu sənin üçün aşağı dərəcəli işdir, aşağı dərəcəli məsələdir. Qəzavətdən mühüm işdir sənin üçün, sənin misyon. Qadının daha önəmli missiyası var. Qadın münasibət qurarkən daha çox önəm verir münasibətin aqibətinə. Həyat yoldaşı seçimində deyirlər qadın daha qüdrətlidir. Statistika deyir ki, qadınlar kişilərdən az səhv eləyir həyat yoldaşı seçməkdə. Deməli, sözümü yavaş-yavaş nəticə alaq. Kişi ailənin, bu münasibətlərin hüquqi və inzibati rəhbərdirsə, qadın ruhi və mənəvi rəhbəridir. İndi ki, mənəvi rəhbərlik qadına tapşırıldı, indi ki, bu münasibətlərin mənəvi idarə etməsi qadına tapşırıldı, qadının məsuliyyəti daha da çox oldu.
Razısınız dedi axı. Müdürlük məsuliyyət gətirir. Bu məsuliyyətə görə Allah qadına deyir hicab giyin. Hicab qadının müdürlüyünün ifadəsidir. Münasibəti idarə etməsinin ifadəsidir. Hicabın fəlsəfəsi kişi və qadın münasibətlərinin idarə olunmasıdır. Bu məsuliyyət qadına tapşırılıb. Bu qadının gücünün əlamətidir. Bu qadının gücünün əlamətidir. Zəifliyinin yox. Qaydanı kim qoyur? Qaydanı müdür qoyur da elə. Qaydanı müdür təyin eləyir. Güclü tərəf qayda qoyur. Allah da deyir, qadın sən müdürsən. Sən kişiyə hədd qoyacaqsan ki, hara qədər sənə baxa bilər. Çünki sən idarə edirsən bu münasibətləri. Həddi sən təyin edəcəksən, o yox. O sənə hədd qoymayacaq. O zəifdir bu baxımdan, sən güclüsən. Güclü tərəf kimi kişiyə həddi sən müəyyən edəcəksən. Sən hansı həddə mənə baxa bilərsən? Onu mən müəyyən edirəm. Kişiyə qadın hədd qoyur. Bu söhbəti kişilər əleyhinə olan söhbət kimi başa düşməyin. Yəni biz burada qadınlara xoş gəlmək üçün nəsə danışırıq. Tam elmi söhbət eləməyə çalışıram. Elmi dəlillərlə əsaslandırmağa çalışıram. Qadınlara deyirlər hicablı ol, çünki kişilərin bu baxımdan qüdrəti səndən zəifdir. Sən idarə eləməlisən kişiləri bu məsələdə. Hicab bu müdiriyyət məsuliyyətidir. Ona görə Quran deyir qadına ki, səsinizi nazi eləməyin. Kişiləri xarab edirsiniz. Deyirəm ki, onlara deyirəm xarab olmasınlar da. Onlara da deyirəm xarab olmasınlar. Amma onlar daha zəifdir. Sən güclüsən. Sənə deyirəm ki, sən səsini nazi eləmə. Sən güclüsən. Sən güclüsən. Sən ona hədd qoy. Çünki ona hədd qoymayanda o xarab olur, o zəifliyi göstərir. Bu münasibətdə güclü tərəf sənsən. Sənin qüdrətin çoxdur. Kişi də gərək çalışsın, amma bu münasibətlərdə qadın qüdrətli tərəfdir. Hicaba bu fəlsəfədən baxmağımız lazımdır. Hicab insanlar arasında münasibətlərin idarə olunmasıdır və bu idarə olunma qadına tapşırılır. Qadın bir sıra məsələlərdə kişidən qüdrətlidir. Kişi bir sıra məsələlərdə qadından qüdrətlidir. Amma qadın daha həssas məsələlərdə kişidən qüdrətlidir. Ailədə ixtilaf olanda 10 tövsiyə qadına deyirsənsə 5 tövsiyə kişiyə deyirsən. Çünki ailənin münasibətlər qadından daha çox asılıdır. Hicab əslində zəiflik yox, qüdrət əlamətidir. Hicablı qadın, yəni kişi və qadın münasibətlərini yönləndirən, istiqamətləndirən, bu münasibətlərə hakim olan şəxs. Ona görə də təkəbbürlü kişilər hicabı rahat qəbul eləmir. Deyir, xeyir ola sən mənə hədd müəyyən, mənim ürəyim hara istəyir, baxacam. Kişidə təkəbbür olanda hicab əleyhinə daha çox təkəbbürlü kişilər çıxır. Çünki bu qadının üstünlüyüdür. Bu görür ki, qadın məni məhrum eləyir nədənsə, bunu həzm eləyə bilmir. Bu bunu qəbul eləyə bilmir. Hicab qadının qürurunun əlamətidir. Hicab qadının qüdrətinin əlamətidir. Hicab onu göstərir. Qadın deyir ki, mənim heç kimin diqqətinə ehtiyacım yoxdur. Mən cəmaatın diqqətini idarə edirəm ki, cəmaat diqqətini mənə yönəltməsin. Hicablı qadın eşq və məhəbbətlə vücudu dolmuş qadındır. Niyə qızlara xüsusi məhəbbət göstərin deyə tövsiyə edir dinimiz? Ona görə ki, qız küçəyə çıxanda hər səni sevirəm sözünü üzr istəyirəm, mən açıq danışıram. Qəşş eləyib özündən getməsin. Diqqətdən ehtiyacsız olsun. Və bu hicab bu ehtiyacsızlığın göstəricisidir. Hicabla qadın bayıra çıxırsa, küçəyə çıxırsa onu göstərir ki, mənim heç kimin diqqətinə ehtiyacım yoxdur və məndən zəif olan kişiləri mən bu vasitə ilə idarə edirəm. Əslində bir alim deyirdi ki, hicabı Allah vacib buyurmasaydı belə, qadın oturub düşünsəydi, fikirləşsəydi ki, mən necə üstünlüyü əldə edə bilərəm, özü kişinin baxışına hədd qoymaq üçün hicabı düşünüb meydana gətirərdi. Kəşf eləyərdi ki, mən belə geyinməliyəm ki, hakim mövqeyimi saxlaya bilim. Hakim mövqeyimi cəmiyyətdə saxlaya bilim. Sözümü yavaş-yavaş yekunlaşdırmaq istəyirəm. Digər tərəfdən hicab mənəvi gücün ifadəsidirsə, eyni zamanda hicab mərhəmətin, məhəbbətin ifadəsidir.